Birinci sinif şagirdləri qəhrəmanlar abidəsini niyə ziyarət edirlər? Keçmişi yad etmək və ondan dərs almaq üçün. Orada birinci sinif şagirdlərinin xüsusi bir məqsədi var. Onlar müəllimləri Seyidov Baharla birlikdə şəhid Zaur Dadaşovun ev muzeyini və xatirə bulağını ziyarət edirlər. Bu balaca ürəklər gül dəstələri qoyur, suallar verir və öz tarixlərinin bir parçası olan igidlik hekayələrini dinləyirlər. Bu sadəcə bir tarix dərsi deyil. Bu qəlblərə toxunan bir ehtiramdır. Onların gözləri ilə baxanda biz hörmət, maraq və hər şeyini vətən üçün qurban vermiş insanları xatırlamaq kimi müqəddəs bir borcun ilk qığılcımlarını görürük. Bizə qoşulun, görün bu balaca səslər necə də minnətdarlıq və anım dolu bir mesajı bizə çatdırır. Çünki keçmişimizə hörmət etmək, daha parlaq bir gələcək qurmağa kömək edir. Xatırlayın, düşünün və ilham alın. Şehitler ölmez, vatan bölünmez. Allah size ömür versin, çok sağ olun. Sağ olun, Allah sizden de razı olsun. Həmişə yad edirsiniz. Allah gələcək nəsillərimizi xoşbəxt edər. Onlar böyle hoş günlerin qeyd Biz onlara baxıb, size borcludular, inananlara sizin valideynlere borcludular. Bir Allah şahid ki, mən bunlarla, mən bütün şəhid anaları, şəhid ataları, bununla biz təsəlli tapırıq. Allah hamımızdan razı olsun. Cəmi şəhidlərimizə Allah rəhmət edsin. Allah bütün balaları korusun. Amin. Uşaqlar, bax bu Zaurun əşyaların içərisində görürsünüz, onun atistatı, məktəbdə oxuduğu qiymətləri, sonra hərbi biləti, vətən uğrunda qazandığı medalları. Biz də onunla fəxr edirik, bütün şəhidlərimizlə fəxr edirik. Allah hər birinə rəhmət eləsin, valideynlərinə səbr edirik və onların sayəsində biz belə rahat, firavan yaşaya bilirik inşallah. Adında Allah'ın adı var, Zaur. Adın əməllərin cənnət ətirli, səndə azadlığın dadı var, Zaur. Necə çiçəkli idi ömür çəmənin, sinəndə gül açdı güllələr sənin, canın hesabına keçdi vətənin. Şehitler ölmez, vatan bölünmez. İnşallah instituta gələndə də gələr. Allah olsa hamımız yaxşı belə məktəblərə gedirsiniz. İnstituta gələndə Hələ gələr. öz bir yaxşı vəzifədə işləyirsiniz. Müəllimlərinizi, valideynlərinizi başının ucaldasınız. Amin, amin. Allah xoşbəxtləsin. Gələcəklərini xeyirliləsin. Canlarını sağ eləsin, dünyamız salamat olsun. Yaxşı olsun. Gəlin oturun, bir şey çayda sən. Nəfəs tutayım. İnşallah. Qalan yox. Qalan yox, onu bir şey çay içindəyiz. Neden geldik arama gelsin? Yaxşı. Size de değdik. Gel Sağ deriz. olun, Allah razı olsun. O halde.